Əziz dostlar, mən sizə bir öğretmen xanımı nümayiş etdirmişdim. Suriyadan demişdim. Səhv eləmişdim. İraqdaymış o xanım. Adı Ayhan Kərküklüdür. Vaxtilə Azərbaycanda mən Nərmənə Məmmədova məncə oxumuşdum mahnını. Bir Türkman qardaşımızla, İraqlı Türkman qardaşımızla Ninə yarım, Ninə əsmər yarım nə belə bir... Ona Kərkük mahnısı filanı deyirlər. Kərkük şəhərdir orada. Kərkük xalq deyil. Kərkük yer adıdır. Yəni necə filankəs məsəl üçün Şamaxılıyıb, filankəs Qaraçuxurluyub, belə də o da Kərküklü, elə millət yoxdur. Orada yaşayanlar bizik. Biz həm İraqın şimalında, həm Suriyanın şimalında yaşayan türkmanlar bizik. Biz türkmanız. Yəni həmən türkman mənəm, dədə babam tərəkəmədir. Bizik yox, türküz biz. Türkman türk eyni sözdür. Sadəcə dövlətləri, Səfəvi dövləti böyük yolu, oranın da gəlib bizə aid idi o vaxtı. İndiki İraqın ərazisi də bizə aid idi. İndiki Suriya ərazisi də bizə aid idi. Və vətəndaşımız yaşayırdı. Sonra İngilis gəldi, Rus gəldi, Nəmobisi gəldi, davalar getdi, Osmanlı dağıldı, Səfəvilər imperiyası, Qacarlar imperiyası dağıldı, ölkələr bölündü, dünya şəkilləndi. Necə indi baş şəkillənir yerində? Yatmış qaldıq deyənə, bax indi yatmaq olmaz, indi ayığıq və ayıq olmalıyıq. O dövrdə bir hissəmiz qaldı İraqda, heç bilmirdik biz orada varıq. Füzulinin nəmə nəticələri də Füzuli oradan da. Füzuli Bağdadda doğulub, Kərbəlada da doğulub, orada doğulub, burada da ölüb. Və biz onu Azərbaycan şairi deyirik, amma o vaxt Azərbaycan idi. Yəni Səfəvilər dövləti idi də. Biz həmən dövlətin varislərindən biriyik. Və yaxud da Suriyada şimalında yaşayan türkmanları biz bilmirdik ki, o türkmanlar var. İndi hamısı milli qalxınmada milli kimliklərini anlayırlar və göstərmişdim ki, həmən Ayhan Kərküklü orada türk dilində məktəb açıb İraqda. Uşaqlar türkçə oxuyurlar. Necə bizim Xaçmazdakı qızcığazımız gözəl xanım, bir öğretmen qız uşaqlarına Orhan Yeysi əlifbasını öyrədirdi. Burada Azərbaycanda. Orada isə İraqda türk dilində, bizim ana dilimizdə. Özdə dilləri də Azərbaycan türkçəsidir. Həmən şivədir. Məktəb açıb evlatları və burada Rus bölməsinə gedənlər ayıbdır. Siz baxın bu qadına və bir utanın, gedin yüz-yüzə bir baxın və deyin mən nə haldayam? Mən niyə belə satqınam? Mən niyə belə rəziləm? Mən niyə bu imişlərin dilində danışmalıyam? Ne üçün? Ne üçün öz dilimi satmışam? Mən niyə bu hala gəlib düşmüşəm? Bir güzgüdə baxın, özünüzə o sualı verin. Amma baxın, görün, yəni həmən bu Ayhan xanım bizi arayıb, bizim veriliş İraqda baxılırmış. İranda da hər yerdə baxılır. Özü baxıb verilişini, özünü görüb. Görüb Kamran burada ondan danışır. Əlimə video keçib də, internet belədir. Özü zəng eləyib Azad qardaşımıza, əlaqə saxlayıb bizimlə. Buradan salamımı deyirəm, əllərini öpürəm. Təşəkkür edirəm. Nə deyib Mustafa Kemal Atatürk? Milləti qurtaran yalnız müəllimlərdir. Yalnız müəllimlərdir. Mustafa Kemal Atatürk. Müəllimlər, ayılın. Siz bu milləti qurtarmalısınız. Siz. Amma siz. Yəni, ümumi demirəm təbii ki, gözəl müəllimlərimiz, gözəl öğretmenlərimiz var. Mən özüm müəllim ailəsindənəm. Anam da, atam da müəllim olub. İkisi də, biri dil, ədəbiyyat, biri fizika müəllimi olub. Və ikisi də milliyyətçi olublar. Mən o tərbiyə ilə boyatmışam. Amma baxın, görün, mən necə öz anamı deyirəm, əlindən öpərəm. O xanımın da düzü yaşda məndən balacadır. Əlindən öpərəm. Çünki o həmən öğretmen, həmən o Samaya xanımın elə bil orada bir davamçısıdır. Baxın bu kadra zəhmət olmasa. Özü göndərir. Yusuf, bu ne bayrağıdır? Türkmen bayrağı. Türkmen eli? Türkmen eli bayrağı. Bakayım. Çok güzel. Canım Azerbaycan. Can Azerbaycan bayrağı. Tamam, belek. Ne bayrağıdır bu melek? Can Azerbaycan. Can Azerbaycan bayrağı. Türkiye bayrağı. Abdullah, bu Türkiye bayrağı. Bu bayrakları seviyor musunuz? Evet. Neden seviyorsunuz? Çünkü Türk dünyasının bayrakları. Bayrağı. Aferin arkadaşlarımıza, aferin öğrenciler. Aferin Ayhan xanım. Təşəkkür edirik bu yiğitləri, bu gözəl qızları, bu belə evlatları böyütdüyünüzə görə. Türklüyü onlara öyrətdiyinizə görə. İraqda ana dilimizdə məktəb açıb da belə vətəndaşlar, belə bir insan məhsulu yaratdığınıza görə siz böyük şəxsiyyətsiniz. Çox böyük şəxsiyyətsiniz və mən bütün öğretmenlərimizə nümunə göstərirəm Ayhan xanımı. Ayhan xanım bütün öğretmenlərə göstərir ki, baxın bu nəsil bilirsiniz bizi haralara gətirəcək. Necə alimlər, necə həkimlər, necə aktyorlar, necə yazıçılar, necə şairlər, düşüncəli insanlar və neçə insanlar bunların arasından çıxacaq və Türk dünyamızı yüksəklərə qaldıracaqlar. Bir video daha var, onu da göstərim sizə. Baxın, bu da Ayhan xanımdan gəlib bizə bu videoda.
Kurban olayım o Türkiye'nin taşına toprağına. Burası babamızın evi, ana yurdumuz. Biz Osmanlı torunuyuz. Türkiye'nin değerini bizler daha çok biliyoruz. Allah şu Türkiye'nin başımızdan eksik etmesin. Nefesi bize bile yetiyor. Biz Irak'ta Türkiye'ye uyduğumuz zaman sırtımız yere gelmez diyoruz. Kendimizi güvende hissediyoruz. İster askerler orada olsun, ister olmasın, altları bile bize güçlendiriyor. Maneviyatımız daha yüksek tutuyor. Türkiye olmasa biz ne yaparız? Allah razı olsun. Bütün Türk'ten başka dostu var mı? Bütün dünya bir tarafa, Türkiye bir de. Amerika ne Türkiye'nin önünde? Türk dünyası birleştikten sonra tek Türkiye değil. Azerbaycan, Kerkük, Musul, Kazakistan, Türkmenistan birleştiği zaman Amerika bitti. O günler yakın mıdır? Rabbim bekliyoruz 10 gözle Türk bayrağı Kerkük'te asılması. Kerkük petrolü Türkiye'nin petrolü. Bunu herkes bilsin, dünya bilsin. Atatürk, Kerkük, Musul bizimdir. 82 Kerkük, 83 Musul. Ay maşallah. Şu millet o petrolü yesin, Amerika yemesin. Petrol buraya girdiği zaman artık Türkiye'nin gücü 2 olur, 3 olur, 4 olur. Allah bizim arkamızda. Türk milleti, hür milleti, temiz millet, efendi millet. Türkiye Türkiye'den büyüktür. Gönül Kesinlikle. coğrafyalarımıza selam olsun. Bütün Türk dünyasına selam olsun. Tanrı sizi korusun. Bütün Türk dünyasına salamımız olsun ve bizim TV'ler, televizyalar. A kişi, hələ bəs süründə. A qoyun o kreslonu, durun çıxın gedin başqa işlə məşğul olun. Yaxşı, bizi de oraya bırakmırsınız. Burada olmalıdır indi ASTV-nin, mənim ictimai Robisk kanalını çəkmirəm. Burada olmalıdır müxbiri indi. Dərbənddə olmalıdır müxbiri indi. Təbrizdə olmalıdır indi onun müxbiri. Birbaşa canlı bağlantılar oradan olmalıdır. Siz nə işlə məşğulsunuz? Başa düşürsünüz TV nədir? Öldürdünüz de televizyonu. Bu balaca internet məhv etdi sizi orada. Bacarıqsızsınız. Qeyri-peşekarsınız. Milli qeyrətiniz yoxdur. Vətənçiliyiniz yoxdur. Ancaq pul, cib, oğurluq. Bağladılar, gördünüz. Düzdür, bağlayandan sonra mən gəldə deyirəm, oranı ancaq mən dəyişə bilərəm. Təvəzzökarlardan uzaqda, nə təvəzzökarlığı, millətin, bu günlərin qeyrət damarıdır o televizya. O yenidən yaxşı olmalıdır ki, biz arxamızca öz cəmiyyətimizi apara bilərik. Ayhan xanım kimi. Məktəblər belə insanların əlində olmalıdır. Televiziyalar belə insanların əlində olmalıdır. Yönetimdə olmalıdır belə qızlarımız, belə igidlərimiz. Haradadır onlar? Öküzdə, bu bucaqda. Hani o televizya? Ki bu günlərin milləti arxasıca aparsın. Məhv olmuşsunuz və zəhləsi gedir sizdən həmən o millətin. Müxbirlər bugün həmən Ayhanın məktəbində, sinifində oturmalıdır. Oradan deməli ki, mən burada Azərbaycanda Füzulini öyrənirlər, burada Bəxtiyar Vahabzadəni öyrənirlər, burada Əhməd Cavadı öyrənirlər, burada Cəfər Cabbarlını öyrənirlər, burada Seyid Əzim Şirvanını öyrənirlər. Ay bizik, o İraqdakı da bizik. Ay televiziyada oturan dunduq. O bizik. Sən nə qanırsan ki o bizik? Sən nə qanırsan türklük nədir? Sevgi nədir? Qardaşlıq nədir? Bizik qardaş. Bizik can Azərbaycan, böyük Azərbaycan. 50 milyonluq Azərbaycan. O yüzden də buradan Təbrizə, Reyə, Rəşdə, Ərdəbilə, Zəncana, Ənzəliyə, Xoya, Dərbəndə, bütün Azərbaycana sevgimiz, salamımız var. Təşəkkürlər. Tanrı sizi qorusun.